Salam aleyküm, əziz və dəyərli izləyicilər. Sizinlə mənəm YouTube kanalı Savrod Media gündəminin təsisçi baş redaktoru, video bloger Böcək Hüseynov. Deməli, son zamanlar Savrod Mediasını TikTok sosial şəbəkəsində Savrod haqqında belə bir video yayımlanıb. Deməli, Savrod rayonunun Nərmankənd kəndində Səma Şadlıq Sarayında toy sahibi tərəfindən deyilir ki, bu video yayımlanıb. Yayımlanan video nədir? Deməli, güya ki, toy sahibinin adından paylaşılan video bundan ibarətdir ki, restoran rəhbərliyi tərəfindən, işçilər tərəfindən toyda olan yemək və digər ərzaq məhsulları uğurlanmış deyilir. Həmin videoya buyurun baxaq. Deməli, mən 2 gündür bu məsələni araşdırıram. TikTok sosial şəbəkəsində və digər sosial platformalarda araşdırıram. Toy sahibinin nömrəsini tapdım və Şadlıq Sarayının işçisinin nömrəsini tapdım və bu məsələni aydınlaşdırdım. İctimaiyyətə bu videomla bunu sərgiləmək istəyirəm ki, yalan və dezinformasiya xarakterli videolara inanmayın. Belə bir şey olub, amma başqa cür olub. Deməli, toy sahibinə deyilməmiş afisiyantlar tərəfindən ya orada işləyən xadimələr tərəfindən bir qism yemək və biraz ərzaq götürülüb, bir kənara qoyulub, amma onu toy sahibinə deyəcəkmişlər. İndi nətə nəsə olub, toy sahibi mən telefon əlaqəsi yaratdım, danışdı, deyir ki, Salam aleyküm. Salam aleyküm. Aleykümselam kardeş. Bəli, buyurun. Narahat edən video bloger Böcək Hüseynovdur, Savrod Media gündəmə. Buyurun, tanıyırım, buyurun. Sosial şəbəkədə video yayılıb ki, Nərmankənd kəndində Səma Şadlıq Sarayında siz toy edərkən orada güya yemək oğurluğu olub. O internet platformasında ictimailəşib. Mən də öz mövqeyim olaraq hər iki tərəfdən fikirlərini öyrənib bu məsələni ictimailəşdirib, ictimaiyyətə məlumat vermək istəyirəm. Məsələ nədir? Qısa cavab verin, zəhmət olmaz. Gör sənə nə deyirəm, bəli. Müəllim, nəzərinizə çatdırıram ki, internet platformasında səs-söz qeydə alınır və bu məsələ videomda da ictimailəşdiriləcək. Heç bir problem yoxdur. Heç bir problem yoxdur. Gör sənə nə deyirəm. Hər toyda, hər bir restoranda heç kəs deyə bilməz ki, məndən kebab götürlər, su götürlər. Mən özüm də vermişəm. Mən də ilk dəfədə toy deyirəm. Olub da bunu efrə çıxartmağın, yəni bu boyda böyütməyin yeri yox idi, qardaş. Niyə? Hacı Gülyaz dayı var, Hacı Gülyaz dayı. Gözəl bir insandır, onun xəbəri olmadan onu indi afisiyantlar eləyib və 100% ki, bu hərəkəti afisiyant eləyib. Hacı Gülyaz dayı deyəcək ki, Hacı diyor ki, o insan xeyriyyəçidir. Deyəcək ki, get məndən oğurluq eləyir. Məşədi Mirzədən oğurluq eləyir. Bildim. Heç vaxt ola bilməz. Nə də ki, mən Hacı Gülyaz dayıya zəng vurub demişəm ki, ay Hacı, qardaş, başıma dönüm. Narahat olmacılan, onlar da biraz narahatdır, bilirəm, 100%. Bu narahat olmacılan, niyə bunu bu boyda şişirdib böyücüdürlər ki? Orada nə var ki? Olub, nə olsun ki? Oldu Mirzə müəllim, fikri çox sağ ol, Allah sizdən razı qalsın. İnşallah bu məsələni ictimailəşdirib, ictimaiyyətə məlumat verəcəm. Heç bir problem yoxdur. Bütün sosial şəbəkələrdə paylaşılan ki, qardaş, olub, orada nə var ki? Kebabcı götürülür, yeməkli götürülür. Toy mənim deyir, qardaş. Mən balama toy eləməmişəm, mən xərc eləməmişəm, əcəb eləmişəm. Kimin nəyinə gələkdir? Onu xainlikdən o restoranı gözdən salmaq üçün niyə paylaşırlar? Oldu. Allah balanızı xoşbəxt eləsin. Toy sahibi ilə də əlaqə saxladım. Restoran işçisi, administratorla da əlaqə saxladım. Allah, salam aleyküm. Aleyküm salam. Əhəd bəzi. Bəli, buyurun. Bizi narahat edən YouTube kanalı Savrod Media gündəminin təsisçi direktoru Böcək Hüseynov'u narahat edən. Son zamanlar ictimaiyyətdə, TikTok'da Savrod rayonunun Nərmankənd kəndi Səma Şadlıq Sarayı haqqında video yayımlanıb. Bilirəm. Deməli, mən sizin fikrinizi öyrənmək istəyirəm və sizin
mən toy sahibi ilə danışmışam və sizin də fikrinizi öyrənmək istəyirəm. Buyurun. Və bundan da əlavə nəzərinizə çatdırıram ki, sizin səs yazınız qeydə alınır. Həmən videoda ictimaiyyətə, yəni paylaşılacaq. Problem yox. Problem yox. Mənim toy ayın neçəsi və toyun tarixini deyin, zəhmət olmasa. Fevralın 10'unda olub. Fevralın 2026-cı il. Bəli. Mənim bu video necə yayılıb, necə paylaşılıb, nətər olub? Bizə bir qısa bir formada məlumat verə bilərsinizmi izləyicilərə? Verərəm. Bilirsən, toy yası yaxşı adamdır. Özü yaxşı toy eləyirdi. Yəni geniş, lap belə məclisə layiq toy eləyirdi. Sadəcə olaraq toy yiyəsi toy günü o qədər yerdən çağırırlar, o qədər yerdən o tərəfə çağırırlar ki, toy yiyəsinin başı şişir. Bu adəti olan şeydir də, toy yiyəsi həmişə başı şişir, biraz əsəbi olur. O videoda görülən şeylər, onların hamısı toyun axırında sartrovka olub, sklata gedən şeylərdir. Sadəcə olaraq toy yiyəsi orada anlaşılmamazlıqdan elə bilir ki, orada qalası şeylər olar. Onlar toyun qutarmağına az qalmış, hamısı ayrılır, zibilə aid olanlar zibilə gedir, sklata aid olanlar yığılır orada, toy yiyəsi çağırılır, gəlir, göndərilir toy yiyəsinin sklata. Yəni, demək istəyirsiniz ki, bu sosial şəbəkədə yayılan məlumat qərəzli və yalandır. Bəli, bəli, orada göstərilən video olduğu kimi deyil. Hamı orada baxır, baxdığı kimi qəbul edir, amma elə deyil. Əsas olan, vacib olanı bizim dediyimizi, yəni o bütün orada toy eləyən, sahib toy yiyələri hamısı bilirlər ki, o qayda o cürlədir orada. Bildim müəllim. Oldu, təşəkkür edirəm. Çox sağ olun. Gecəniz xeyrə. Xeyrə qarşı, çox sağ olun. Əziz və dəyərli izləyicilər, sizdən xahişimiz budur ki, YouTube kanalımıza, TikTok səhifəmizə, Facebook səhifəmizə abunə olun və bizi izləyin. Sabirabad rayonunda ən son məlumatlardan, ən son xəbərlərdən ilk xəbər tutan, məlumat alan siz olun. Sağ olun, sizinlə mən idim video bloger Böcək Hüseynov. Sabirabad media gündəmi üçün.